1-3 yaş arası uşaqların yemək xərcləri dövlət tərəfindən ödənilsin. Bu barədə Milli Məclisin plenar iclasında təklif verilib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanuna təklif edilən dəyişikliklə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir. Belə ki, sözü gedən kateqoriyadan olan şəxslər ilk dəfə işə düzələn zaman ödəniləcək bir dəfəlik müavinətin 6000 manat müəyyən edilməsi təklif olunur. Uşaq hüquqları haqqında qanunda edilən dəyişikliyə əsasən dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılır. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib. Təklif edirəm ki, yeni doğulan uşaqların 1-3 yaş arası yemək xərcləri dövlət tərəfindən ödənilsin. Təəssüf ki, ölkəmizdə uşaq yeməkləri istehsal olunmur. Uşaq yeməkləri də çox bahadır. Hər bir ailə keyfiyyətli uşaq yeməyi ala bilmir. Məhz bunun nəticəsində körpələrin özünün sağlam şəkildə qoyulması təhlükəsi yaranır. Zənnimcə bunun nəticəsi olaraq nəsildə boyun qısalması, yaddaş zəifliyi, beyin kilidlənməsi və s. kimi hallar yaşanır. Hətta deyərdim ki, oxumamağa, savad almağa zəif meyillilik də bununla bağlı hətta ola bilər. Qanunda edilən dəyişikliklər şübhəsiz ki, daha çox məktəbə qədər uşaq müəssisələri üçün nəzərdə tutulub və bu ilkin bazadır. Çox arzu edərdik ki, ümumiyyətlə bu sahədə müəyyən adamların sponsor xidməti, dövlətin özünün də qayğısı daha artıq olsun. Çünki bu çox vacib cəhətdir. Əgər uşaqlıqdan, yəni o məktəbə qədər müəssisələrdə bizim balalarımızın müəyyən mənada qısıq şəkildə böyüməsi və müəyyən ərzaqdan məhrum edilməsi, xüsusən meyvələr baxımından bu ciddi çatışmazlıqdır. Uşaqlar həmən o körpə yaşından müəyyən defektlərə uğrayırlar və bunu sonradan bərpa eləmək olmur.